Salam, hər vaxtınız xeyir. Listin 12-ci dərsliyində mən indikatorlar haqqında məlumat vermək istəyirəm. İndikatorlar harda yerləşir? Ümumiyyətlə indikatorlardan nə kimi bizə yəni xeyri var? Biz bunu niyə istifadə etməliyik? Ümumiyyətlə istifadə eləməliyikmi, eləməməliyikmi? Bu haqqda danışacağam. Mən şəxsən indikatorlardan istifadə eləmirəm. Sadəcə sizə məlumat xarakterli məlumat verəcəm ki, yəni indikator nə olan şeydir, nəyə lazımdır? Ümid edirəm siz də mənimsərsiniz fikirlərimi və özünüzə lazım olan ancaq hissələrini istifadə edərsiniz. Bayaqdan mən neçənci dəfədir bu videonu çəkirəm, çünki çox əsəbləşirəm. Fikirlərimi artıq başqa üslubla izah eləməyə başlayıram. Ona görə də çalışacağam biraz fikir verim danışığıma. Amma yəni mən bu indikatorlardan heç xoşum gəlmir. Yəni bu indikatorları tərifləyənlərdən də xoşum gəlmir. Ümumiyyətlə indikatorla işləyən adamlardan da xoşum gəlmir. Çünki indikatorlar vozduq bir şeydir, yəni fakedir. Indikator heç kimə yararı olmayan bir şeydir. İndikatorla yəni siqnal kimi oradan bay buradan sel belə bir şey yoxdur. Bunu ağlınızdan çıxardın. Kim də deyirsə də inanmayın ona. Nəyə görə indi ətraflı məlumat verəcəm. Mən özüm indikatorlardan çox da istifadə eləmirəm. Yəni primitiv bəlkə sessiyalar filan kimi istifadə eləyərəm, sessiyaların bölünməsi və s. Yəni indikatorlar nədir ümumiyyətlə onu deyim. İndikatorlar TradingView-da bax burada olan indikator bölməsidir. Yəni time frame-dən sonra şamlar, sonra da bax burada bu hissədə yerləşir. Burada texnikal deməli indikatorlar var ki, standart hər kəsin yəni bildiyi deməyimdir. Çünki bu arada onu da deyim ki, yəni hamı bütün indikatorları tanımır. Çünki milyonlarla indikator var. Hərəsini bir adam düzəldir. Yəni ki, dediyim kimi indikator elə bir şeydir ki, onu siz də düzəldə bilərsiniz. Yəni sizin strategiyası var, deyək ki, düşüncəniz var nəsə. Mən bunları bu dəstək direnç səviyyələrinə avtomatik xətt atılsın. Belə bir alqoritma proqramlayırsan, yazırsan ora oldu nə indikator? Dəstək direnç indikatoru. Yəni indikator bu deməkdir. Sadəcə sizin işinizi asanlaşdıran bir sistem. Amma durub bunu bəzi fırıldaqçılar yəni bunlardan strategiya ürətirlər və yaxud da ki bunu pulla satırlar ki, mən deməli siqnal indikatoru yaratmışam. Bura çatanda bay verir, bura çatanda sel verir ki, bu da ərmənli başda yəni absurd fikirdir. Yəni bu çox qeyri-real bir məsələdir. Buna inanan adamın da şuurunda problem var. Mən sadəcə indi indikatorlar haqqında məcbur məlumat verəcəm, amma öz fikrim odur ki, ümumiyyətlə indikatorlara güvənib əməliyyat açmayın. İndikatorlardan sadəcə dəstək olaraq və confirmation olaraq istifadə edə bilərsiniz, amma birbaşa indikatorların özü yəni heç nədir, heç nəyə yararsız bir şeydir. Sadəcə öz rahatçılığınız üçün istifadə edə bilirsiniz. Məsəl üçün burada nə yazılıb burada? Volum yəni ki, həcmi göstərən indikatorlardır. Bundan qabaqki dərsdə Fibonacci retracement haqqında məlumat vermişdim ki, Fibo necə atılır filan falan. Burada auto Fibodur məsəl üçün. Bunu seçirsiniz, bu indikator sizə avtomatik Fibo atır ki, dəstəkdir, daha doğrusu təpə ilə low arasında bir şey atır, Fibo atır. Bunu özünüz ata bilirsiniz, mənə lazımdır bu. Və yaxud da ki, nə bilim, 50 dənə burada şey var. Yəni mən heç əksəriyyətini bilmirəm, çünki ehtiyac da yoxdur. Heç sizə də önərmirəm. Yəni mən bilmirəm deyə deyil. Bunun üstə mən inanmıram ki, hansısa bir trader əzbər bilsin bunları. Burada bəziləri var ki, tanınmış şey var, nə moving average-dir, EMA-dır, RSI-dir filandır. Bunlar haqqında məlumatınız olsun. Amma dediyim kimi, yəni mən EMA-nın yəni ciddi işlədiyini düşünmürəm. Yəni dəfələrlə test eləmişəm. Bu keçmiş datanı ümumiyyətlə nə deməkdir indikator? Yəni keçmişdə olan bir məlumatları birikdirib indiki kimi göstərir. Deyək ki, EMA. Bu EMA haqqında birinci başlayım. EMA nə edir? Bunlar deməli özlərindən belə bir şey çıxardıblar ki, bunun deməli ayarlarında nədir? Son 20 şamın, 50 şamın, 100 şamın, 200 şamın datasıdır. Bunu istəsə söndürə bilərsiniz. 50, 100, 200 eləyə bilərsiniz və yaxud da ki, torka 20 və 200 eləyə bilərsiniz. Belə misal üçün. Bunlar özlərindən şey çıxardılar ki, 200-lük şey daha güvənilirdir. Son 200 şamın bu şeyidir də, yəni ki, bu data vacib datadır. Bunu altdan kəsəndə sel olur, üstdən kəsəndə bay olur, ortadan kəsəndə nə bilim nə olur, gic-gic şeylərdir. Yəni mən bunu niyə dəqiq demirəm? Çünki bunu dəqiq desən belə işləmir onsuz da. Yəni mənasız bir şeydir bu, real olmayan bir şeydir bu. Göstərsin də, hindi də göstərsin də. Hindi niyə siqnal vermir bizə? Niyə göstərmir? Niyə kəşfmirlər bunlar? Mütləq gərək kəşfsin, qiymət qalxandan sonra göstərsin bunu. Əsəbləşirəm mən Qurandan da olsun. Belə şey olar. Nəysə, yəni istifadə eləməyin qardaş. Eləməyin. İstifadə eləməyin EMA-dan. RSI-dan zaten istifadə eləməyin. RSI deyim qoy nədir? RSI nədir? RSI. Misal üçün RSI. RSI-də belə bir inancları var ki, qiymət və gördüyünüz kimi aşağıda tabelası çıxıb. Bu RSI hər bir time-a görə fərqli, yəni time frame-ə görə fərqli bir şey göstərir.
Burada bax göstərir 30-un altına düşməsi. Yəni 30 nədir? RSI üçün qiymət 70-30 arası təyin edilib. 70-in üstündə olanda qiymət, yəni buradakı aşağıda tabelada da çıxır. Yəni artıq bazardakı alıcılar daha yüksək səviyyəyə çatıb. Boşun bazar partlayır, cırılır bazar. Burada bomba həcm var. Bu 70-in üstündəsə mütləq tezdən qayıtmalıdır, bura düşməlidir aşağı. Yəni buradan sel açın. Ay mən açıb qalxıb 70 üstündədir. Başlayıram sel açmağa qalxır. Başlayıram sel açmağa qalxır. Başlayıram sel açmağa qalxır. Nə oldu? Stop oldum ki mən. Yəni bunlar boş-boş şeylərdir. Sadəcə bütün indikatorlar hadisələr törəyib qutarandan sonra göstərir ki, hə gördünüz düşdü. Bunu yəni boş-boş şeylərdir. Bir şey ki keçmiş dataya görə göstərir. Bu qızıl misal üçün bax son 3 ayın içində $1000-dan çox qalxıb. Qalxa-qalxa gedirdi, rekord vururdu. Bu hansı dataya yəni bunu əlaqələndirə bilərik? Keçmişdə belə bir data olub. Keçmişdə qızıl 4300 görüb bəyəm ki, ya. İndi durub onu əlaqələndirək ki, keçmiş dataya görə hərəkət edir qrafik. İndiki dövrdə ümumiyyətlə bu fundamental vəziyyətdə bu xəbərlərin içində indikator hərləyən gəlib. Ümumiyyətlə texniki analiz işləmir indi. O ki qaldı indikator. Ona görə ümumiyyətlə mənim sizə öyrədəcəyim şey odur ki, bu kimi boş-boş fikirlərə aldanmayasınız. Mənim bu videonu çəkməkdən məqsədim odur ki, sabahsı gün hardasa bir videoda qarşınıza çıxar, kimdənsə eşidərsiniz, özünü ağıllı hesab eləyər, siz də cavab verə bilərsiniz ki, bədbəxt. İndikatorla iş görürlər. Sən bilmirsən, misal üçün qiymət hardan necə fırlanmalıdır, nəyə əsasən fırlanır. 3 dənə confirmation deyəcək sonra ki, buradan film atdım, bu dəstəkdən qayıtdı, trendi burada kəsdi. Buna görə də misal üçün mən buy düşünürəm. Bu oturub bədbəxt orada EMA-nın kəşməsini gözləyir ki, bunlar kəşdir, mən burada buy açım. Yəni mən sizə borcum odur ki, məlumat verim. Mən prosta özüm işlətmədiyim şeyi sizə önərə bilmərəm, tövsiyə verə bilmərəm ki, gedin 3 dənə indikator qoyun bir-birinin üstünə, sonra başlayın oradan selbay axtarmağa. Elə bir şey yoxdur. Yəni buna inanmayın, inananlara da yaxşı baxmayın. Demirəm işləmir. Yəni sadəcə bunu dəqiqliklə oturub buradan selbay gözləməyin də. Bu bəlkə 3-cü, 4-cü confirmation kimi sizə dəstək ola bilər. Amma birbaşa oturum mən indikatorla işləyim, elə bir şey yoxdur. İndikatorlar həddindən artıq çoxdur, dediyim kimi, yəni milyonlarla indikator yaradıcısı var, daha doğrusu indikator var və yaradıcılar da çoxdur. Hətta siz özünüz də düzəldə bilərsiniz indikator. Nə bilim, nə isə təyin eləmək. Deyək ki, adam var ki, mən keçən də sizə swing göstərmişdim, swing high, swing low-lar. Adam var ki, swingləri görməkdə çətinlik çəkir. Hə, girir burada yazır ki, misal üçün, hə, swing, baxın bu nədir? Swing high, swing low, sport izləm. Belə bir şey var, nə deyirlər ona, indikator var. Hə, baxaq nədir bu, mən də bilmirəm. Baxım görüm nədir. Hə, nədir bu? Swing high, 16, swing low, nədir bu? Hə, swingləri göstərir bu. Bəli, swingləri göstərən bir indikator. Hə, kimə lazımdır bu? Swingləri görməyən adama. Swingləri görməyən adam qrafikdə nə işi var belə? Hə, başa düşmürəm də, mən əsəb keçirdirəm, belə gizgi şeyləri görürəm. Swing high, swing low olmasın, nə bilim, başqa bir şey olsun. Nəysə, qısacası mən sizə məsləhət görmürəm, amma məlumat verdim. Yəni indikatorlara çox da takmayın. Hardasa eşidərsiniz, görərsiniz. Ay mən bunu bilmirəm. Belə bir söhbət yoxdur. Bilməyinizin, yəni bilməyinizdən 1000 dəfə yaxşıdır. Ona görə də boş verin. Mən məsəl üçün nədə istifadə edə bilərəm bunu? Bax deyək ki, sessiyalar var burada. Bu məsələn maraqlıdır. Hə, sessiyaları bölmüşəm özüm üçün. Deməli Asiya ilə London haçandı. Hətta bunun ayarları düzdür. Bilmirəm, gəlib buna fikir verim. Misal üçün, bunların kəşfməsi hardadır? Yox, bunun ayarlarını düzəltmək lazımdır. Nəysə, bu, yəni ki, sessiyalarda bildiyiniz kimi mən bu dərslikdə izah eləmişəm listə sessiyalar hansı saatda başlayır, hansı saatda bitir. Bu arada onu da əlavə eləyim ki, artıq Avropada saatlar çəkildiyinə görə London sessiyası bizim saatla 11-də yox, 12-də açılır və Amerikada desin çəkilməyib. Amerika sabah çəkməlidir, yoxsa bugün çəkməlidir. Amerikada da 1 saat gecikmə olacaq. Yəni 5-də açılacaq. 17:30-da, həmçinin 18:30-da, yəni stoklarda 18:30-da açılacaq. Ümumiyyətlə qış yay rejimində saat çəkilimləri yadınızda olsun, xəbəriniz olsun. Düzdür, Bakıda, Azərbaycanda çəkilmir, amma dünyadan xəbəriniz olsun, çünki siz tradersiniz. Belə. Yəni buna istifadə eləmək olar. Yəni bu sadəcə sizin görməyinizi rahatlaşdıran bir şeydir ki, yəni bu ilə kəşfməsidir. Bu ola bilər belə olsun, bu ola bilər belə olsun. Yəni bu kimi şeylərdə istifadə eləmək olar. Yenə dediyim kimi, bəlkə sizə sərf eləyəcəksə, bəlkə doğrudan da siz indikatorlarla nəsə eləyə bilirsinizsə, okey, eləyin. Sadəcə bu mənim fikrimdir ki, mən bir xeyrini görməmişəm və sizin də bu cür şeylərlə başınızı yormağınızı istəmirəm. Mən sizə tam ayrı bir strategiya ilə çox gözəl qrafik oxuma qabiliyyəti yaradacağam sizdə. Qrafiki baxan kimi biləcəksiniz ki, haçan gözləmək lazımdır, haçan girmək lazımdır. Ümumiyyətlə qrafik hara gedir. Yəni bu kimi şeyləri görmək lazımdır. 2 dənə şam qalxan kimi bay açmaq yox.
Belə. İndikatorlar çoxdur. Bunları mən ulduzlamışam, heç birini istifadə eləmirəm. Bu nədir? Coral Trend Indicator. Bu nədir? Nədir bu yəni? Trend göstərir. Bu nə göstərir? Bu непонятно bir şeydir də bu. Rədd olar buradan. Belə. FVG. Bu nədir? Bu arada FVG haqqında indi danışmaq istəmirəm. Gələcək növbəti dərslərdə danışacağam. Deyək ki, FVG indikator. FVG-ni görmürsüz və sizə FVG-ni göstərən bir indikatordur. Yəni indikatorun mahiyyəti budur. Yəni işinizi kolaylaşdırmaq, rahatlaşdırmaq. Amma bu o demək deyil ki, hansısa ağıllı adam çıxacaq oradan bir də indikator düzəldəcək ki, burada işarə qoyacaq ki, buradan bay, buradan sil. Yəni elə bir şeylərə inanmayın. Videonun məğzi budur ki, siz sizə lazım olanı öyrənməlisiniz. Boş-boş şeylər yox. Bunlar haqqında istəyirsiniz məlumatınız olsun. EMA-nı dəqiq bilmək istəyirsiniz. Girin də ChatGPT doludur. Yaz RSI nədir, EMA nədir, o nədir, bu nədir. Bu nə bilib necəsiniz? Onsuz da heç nəyə lazım olmur bu dəqiq qrafikdə. Qızıl heç özünün var normal qrafikdə. Bu dəqiq heç hərəkəti heç normal deyil bunun. O qaldı bunun şeyi indikatoru. Yəni belə. Mən məlumat verdim. Düzdür, detallı vermədim çünki mən indikatorlara güvənmədiyimə görə detallı vermədim. Özünüzə lazım olan indikatoru axtarışda tapa bilərsiniz. Məsəl üçün trend axtarırsınız. Trendi gözünüz görmür. Trend line yazın buradakı trend line. Auto trend line. Nədir bu görürsən? Heç bilmirəm. Trend line. Baxaq görək nədir bu? Çox maraqlı. Aha. Nədir bu? Trend çəkib bu. Aha. Maraqlıdır. Gördüyünüz kimi düz çəkməyib. Bəlkə burada ola bilər deyə, amma bu boyda sən bu buranı qoyub buradan niyə çəkirsən ki? Yəni də qısacası yenə bir daha sübut oldu ki, bu indikatorlar heç nəyə lazım deyil. Belə, bu qədər. Bu indikatorların içində bu arada, yəni başqa məsələlər də var, kill zone filan. Mən bunları növbəti dərslərdə izah eləyəcəm. Bir də belə bir deməli nədir bunun adı? İndikator var. Kumulativ volum delta. Bu nə üçün lazımdır? Bu da həmçinin, yəni elə belə yaradıblar da. Bəzən işləyir, bəzən işləmir. Amma yenə də scalperlər üçün, yəni scalper edən adamlar bəlkə istifadə edə bilər. Yəni məndən deməkdir. Özünüz bilin, istəyirsiniz istifadə eləyin. Bir dəqiqəlik qrafikdə baxırsınız buna. Ümumiyyətlə yəqin ki bilirsiniz ki, bu qrafikdə olan qrafiklər, şamlar bəzən fake olur. Yəni içində əmir yoxdur. Paqazuq üçün elə belə düşür, artisti eləyir. Əslində düşmə niyyəti yoxdur, bunun qalxmaq niyyəti var və bunun həcmsizliyini biz burada görmürük. Biz bu kumulativ delta ilə görə bilərik ki, bu nə dərəcədə ciddi şamdır. Yəni bu bura artisti eləyir, yoxsa doğrudan da bu həcmli düşür. Və yaxud da ki, son gövdələrinə görə qərarlaşdıra bilərik ki, bu bundan SMT yaradır, yaratmır. SMT nədir? O barədə də video çəkəcəm, amma indi bundan danışım. Bu kumulativ delta indikatoru misal üçün nəyə lazımdır? Deyək ki, hətta belə deyək, bu buradan belədir, okeydir, bu ilə, bunun altındadır, bunun altındadır, burada konkret təsdiqi var, ona görə də qiymət dəyişib, burada konkret misal, belə deyək, bu hissəni görürsünüz, belə, bu hissə, aşağıda bu hissə ilə gəlir, düşür, eyni hissəyə, bura ilə, okey, bura ilə. Yəni burada əlimi mişqanı hara tutsam aşağıda da o hissə olur. Burada göstərir ki, bu hissənin həcmi burada bu səviyyədədir və sonra qalxıb. Bu qalxış bu qalxışdır. Sonra göstərir ki, buranın həcmi ilə eynidir. Fikir verirsiniz, təqribi aşağı yuxarı bunlar eynidir. Bunlarla bunlar eynidir. Halbuki eyni deyil. Burada elə görürsən, amma bu çox yuxarıdır. Ona görə də bunun həcmi yüksək olduğuna görə bu düşüb aşağı. Bu düşüb aşağı, burada görürsünüz, bunun alt həcmi, yəni gövdəsi, aşağı dibi, bu ilə aşağı yuxarı eyni səviyyədədir. Amma indi burada fikir verin, bu buradadır, bu da buradadır. Düz deyil axı. Bu belədir, buradan bu belədir, əksdir. Yəni belə deyək, burada belədir, burada amma belədir. Ano. Burada bu belədir. Görürsünüz, bu belə. Təsdiq var burada. Təsdiq nə deməkdir? Həcmlərin təssizliyi deyirlər. Təsliliyi deyək, bu nə deməkdir? Yəni buradakı gövdəsi, bunun həcmi, bunun əslində gəlib, yəni bunun həcminə gəlib çatıb, amma burada artistlik eləyir. Yəni əslində bunlar eynidir və bundan sonra bu qiymət fikir versin necə çönüb qalxıb gedib. Bu deyək ki, qalxıb sonra. Bu qalxıb bura, bunun qalxdığı toçka bu birisi toçkası ilə eyni səviyyədədir. Halbuki burada çox görsənir.
Və ona görə də bu artistlik elədiyinə görə də bu yenidən düşüş eləyir ki, mən burada artistlik eləmişdim, qayıtdım sonra öz yerimə. Yəni bu artistlik idi. Əslində mən həcmlə bir şey eləməmişəm. Həcmə qalsam mən elə eyni səviyyədəyəm, bu ilə burdakı ilə eyni səviyyədəyəm. Yəni mən burada qalxıram, düzdür. Amma əslində qalxmıram. Həcmim yoxdur mənim. Artistlik eləyirəm. Ona görə də qayıdıram tezdən öz yerimə. Bax bunun həcminə tezdən qayıdım. Fikir verdiniz? Yəni burada sadəcə həcmi daha aydın şəkildə görə bilərsiniz. Skalpınız üçün uyğun ola bilər. Dediyim kimi özünüz üçün back test eləyə bilərsiniz, baxa bilərsiniz, uyğun olsa strategiyamıza işləyərsiniz, amma mən ümumiyyətlə indikatorlarla işləmirəm. Yəni məndən məlumat verməkdir. Yəni gördüyüm, məlumatım olan indikatorlar çoxdur. Bir-bir hamısı haqqında danışa bilmərəm. Sadəcə primitiv şeylərdən misal çəkdim. Yəni ki, EMA-nı bu cür istifadə edirlər, RSI-ı bu cür istifadə edirlər, kumulativ deltanı belə istifadə edirlər. Nə bilim, sonra sessiyaları belə istifadə edirlər. Ürəyi istəyən kimi bura indikator əlavə eləyə bilərsiniz. Nə bilim, nəyi görmək istəyirsiniz, nəyi görmürsüz, dəstək dirənci görmürsüz. Girin orada yazın ki, misal üçün rezistans, rezistans super avtomatik şey eləyən misal üçün 32.000 nədir baxaq görə bunlar nə edirlər? Avtomatik olaraq bölgələri sizin üçün işarə eləyir. İndi hansı time deyilir, onu bilmirəm. Gəlin nastroykasına baxaq. 4 saatlıqdır bura. Yox, 30 dəqiqəlik. Hansı bölgələr nədir onu göstərir. Bunu özünüz çəkə bilirsiniz. Deyə çəkə bilmirsinizsə, onda girin indikatordan yazın ki, mənə dəstək dirənc göstər. Mənim başım çıxmır eşindən. Gəlmişəm bura indikatoruna dəstək dirənc görməyə. Belə. Ümid eləyirəm ki, indikatorlarla bağlı fikriniz formalaşdı. Ətraflı öyrənmək istəyən gedib ChatGPT-dən və yaxud da ki, baxa bilər hardan istəsə. Yəni mən indikatorların detayına girmək istəmirəm çünki lazımsız bir şeydir. Bu qədər. Gələn dərslərdə görüşənədək əgər izah etmə şəkli formam pisdirsə, aydın deyilsə, yetərincə məlumat vermirəmsə, xahiş edirəm kommentdə bildirin. Mən də bilim səhvimi, düzümü ki, nəyə görə belə eləyirəm və yaxud da ki, nəyə görə belə eləməməliyəm. Mən sadəcə sizə daha asan yolla, daha sadə üslubla qrafik oxuma qaydasını öyrətmək istəyirəm. Mən sizə bütün indikatorları tanış eləyə bilmərəm və yaxud da ki, bütün trade strategiyalarını öyrədə bilmərəm. Mən sizə yekunda qrafik oxuma bacarığını vermək istəyirəm ki, siz baxasınız qrafikə və əməliyyatınızı rahat entrisini görə biləsiniz, aça biləsiniz. Mənim niyyətim budur. Mənim niyyətim boş-boş şeylər sizə öyrətmək deyil. Sağ olun.